Azər Aslanov. Bugün Azərbaycan Kickboxing Federasiyası minlərlə üzvünü özündə birləşdirən güclü və dayanıqlı federasiya çevrilib. Azərbaycan kickboksçuları üzərlərinə düşən missiyanı yaxşı dərk edirlər, çünki onlar həm də vətənpərvər insanlardırlar. Bu sözləri Azərbaycan Kickboxing Federasiyasının vitse-prezidenti Azər Aslanov deyib. Kickboksçularımız dövlətinə, millətinə bağlıdırlar. Bizim federasiya üçün bu amil əsas prinsipdir. Onlar beynəlxalq və daxili yarışlara bu amalla çıxırlar. Burada vətənpərvər düşüncələr və fiziki sağlamlıq vəhdət təşkil edir. Bu həm də uğurların təməlini təşkil edir. Bugün Azərbaycan Kickboxing Federasiyası minlərlə üzvünü özündə birləşdirən güclü və dayanıqlı federasiya çevrilir. Neçə illərdir ki, ölkənin idman həyatında fəallığını özündə saxlayır. Bu həm də dinamiklikdən xəbər verir. Mövcud olan dinamiklik ölkədə idmanın kütləviliyinə öz uğurlu töhfəsini verir deyə Azər Aslanov bildirib.